Şəbnəm dəyişib bu günləri. Güya kimlər sizi, Şəbnəm efirlərdə bəstəkar mahnısı oxuyur. Xeyr, niyə dəyişirəm ki? Mən necə var, əvvəl eləyəm. Sadəcə bəzən efirlərdə danışanda, bir çox şeylərə göz yumanda, susanda düşünürdülər ki, həmkarlarımızdan da məsəl üçün çox vaxt deyirdilər ki, Şəbnəm nədənsə qorxur. Xeyr, mən heç vaxt qorxmamışam. Mən sadəcə əvvəla ən birinci öz abrımı gözləmişəm və cavab verəcək, elə bir sual olub ki, ona elə bir cavab vermişəm ki, istəməmişəm qarşı tərəfdən incisinlər. Amma bundan sonra dəyişikliyim bu oldu ki, Akşin da yəni bilir, bizim bu barədə söhbətimiz də olub. Dəyişməm buna dəlalət göstərir ki, mənim həmişə fikirlərimi yanlış başa düşüblər və yanlış tərəfdən görüblər ki, Kimdir günahkar? Mənəm günahkar, çünki mən burada onların qarşısında nə abır gözləyirəm ki, bunlar da məni qorxaq hesab eləyirlər. Bundan sonra elə nə olursa, olduğu kimi də elə ki, mən nə oldu, məsəl üçün olan bir suala cavabını olduğu kimi verəcəm.